Salam, hər vaxtınız xeyir olsun. Deməli, biz bu günləri sonu va ilə bitən hərflərin cəmlənməsindən danışacağıq. Deməli, va hərfi Azərbaycanda y hərfidir, ingilisdə y hərfi deyirlər. Əgər y hərfindən əvvəl samit gəlsə, o cəm hala keçərkən y hərfi düşər, yerində es əlavə olunur. Baxın, diqqət edin. Family sözündə, familydə y hərfindən əvvəl l gəlib, l samitdir. Ona görə families oldu, es əlavə olundu. Ya da baby. Görürsünüz ki, y hərfindən və b səsi gəlib. Orada dairəyə almışam. Ona görə cəmlənəndə babies oldu. Əgər y hərfi, məsələn, lady də buna aid ola bilər. Lady sözü cəm hala keçərkən ladies olacaq. Y hərfindən əvvəl sait gəlsə isə cəm hala keçərkən elə olduğu kimi s qəbul eləyir. Gördüyümüz kimi boy, toy sözlərin misal gətirmişəm. Orada o səslərin, o hərflərin dairəyə almışam ki, yəni y hərfindən əvvəl sait gəlib.